Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə dəftərik proqnozlarla sizin qarşınızdayıq. 2-8 iyun aralığında həm planetar quruluşda, həm astroloji proqnozlarda nələr gözlənildiyini sizə deyəcəm. İlk öncə bildirim ki, ilin bəlkə də yanvarı çıxmaq şərti ilə ağır həftələrindən biridir. Beynəlxalq sferadan gedir söhbət. Çünki siyasi rəhbərliklərə qarşı, siyasət adamlarına qarşı sui-qəsdlər əgər dayanmayıbsa, davam edən hərbi münaqişələrin daha da qızışması gözlənilir. Üstəlik də bir çox dövlətlərdə o narazı xalq kütlələrinin yaxud da artıq bərabər gücə malik olan iqtidar müxalifət qarşı durmalarında dövlət çevrilişləri, məcburi seçkiyə getmə, növbədən kənar, yəni seçkilə bax, bu kimi hallar var. Amma belə adi adamlar üçün, xüsusən də Azərbaycan sferasında sadəcə daha çox istirahət göstərir. Aktiv fəaliyyət biraz geri qalacaq, arxa fona keçəcək. Amma hər halda ayrı-ayrı zodiak işarələrin proqnozunda daha dəqiq bunları öyrənə bilərsiniz. Beləliklə, Qoç bürcü. Həftə boyu özünüzü bütünlüklə iş prinsipinə həsr edin. Münasibətlərlə bağlı məsələləri isə arxa plana keçirin. Ən az ona görə ki, bu həftə fəaliyyətinizlə bağlı böyük dönüş gözlənilir. Mühüm sirlərinizi kimə gəldi açmayın. Məxfi planlarınızı ən etibar etdiyiniz adamlara atsanız nəticədə qalib olacaqsınız. Pulla bağlı sevinəcəyiniz də gözlənilir. 5-6 iyun aralığında mübarək yerləri ziyarət etmək yaxşı olardı. Boğa bürcü. Ayın 5-nə qədər qarşılıqlı münasibətlərdə vəziyyət o qədər ürəkaçan olmayacaq. Ailə üzvlərinizlə, eləcə də sevdiyiniz adamlarla davranışları mülayimləşdirin. Bunu bacarsanız, sonraki ərəfədə bütün proseslər ürəyiniz istəyən tərzdə cərəyan edəcək. Şəxsi işlərinizdə möhtəşəm dönüş də gözlənilir. Çərşənbə axşamı özünüzü soyuq dəymədən qorumalısınız. Əkizlər bürcü. 3-5 iyun tarixlərində planetar quruluş bir qədər əleyhinizə işlədiyinə görə işlərinizdə müəyyən gərginlik görünə bilər. Hətta səbəbsiz yerə konfliktlərə də cəlb oluna bilərsiniz. Ulduzlara, necə deyərlər, qulaq asıb özünüzü təmkinlə aparın. Qalan günlərdə isə, yəni 3-5 iyunu çıxsaq, qalan günlərdə daxili süslüyünüz tamamilə əriyəcək. Sədaqətli dostlarınız tərəfindən sevindiriləcəyiniz də gözlənilir. Ciddi məbləğdə olmasa da ayın 7-sində qazanc gözlənilir. Xərçəng bürcü. Çox güman ki, bu həftə dincəlməyə vaxt tapmayacaqsınız. Çünki qarşınızda duran öhdəliklərin çoxluğu istirahətinizin qarşısını alacaq. Məqsədlərinizin ləng inkişafı sizi gərginləşdirməməlidir. Nə qədər səbirli olsanız özünüzə xeyirdir. Bərbaşdan yadda saxlayın ki, iyunun bu ərəfəsində səhhətinizi xüsusilə qorumalısınız. Şir bürcü. Müəyyən məziyyətlərinə görə gərgin həftə hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizdəki xoşagəlməzlik, digər tərəfdən isə ciddi cəhdlərinizin hələ ki alınmaması sizi məyus edə bilər. Əgər özünüzü yaxşı hiss etməsəniz, həkimə də müraciət etmək olar. İyunun 4-də nüfuzlu şəxslərlə mübahisələrdən də qaçmalısınız. Qız bürcü. Ayın 6-sından başqa təəssüf ki, həftənin bütün günləri sizin üçün o qədər də aktiv deyil. Yəni girişdə bu barədə danışdım. Niyə aktiv deyil? Görürsünüz, əksər bürclərə neqativ görünür. Deməli, ixtiyarınızda olan bu müddətdə bütün ciddi və riskli işlərinizin həllini təxirə salmalısınız. Kənar təsirlərə, ağlınız kəsməyən məsələlərə o qədər də alüdə olmayın. Vaxtınızın əsas hissəsini evdə, ailənizlə bir yerdə keçirin. Uzaq səfərə çıxmaq isə o qədər də münasib deyil. Tərəzi bürcü. Astroloji göstəricilər iyunun 5-nə qədər sıxıntı kimi məqamlar keçirəcəyinizdən xəbər verir. Düşüncələrinizi dilə gətirməyə çalışın. Sizə dəstək ola bilən hər kəsə müraciət etməlisiniz. Həftənin qalan günlərində isə, yəni 5-dən sonraki günlərdə isə sənədləşdirmə və məişət problemləri ilə məşğul olmağınız məsləhətdir. Ayın 8-də ciddi bir ideyanıza doğru əsaslı addımlar atacaqsınız. Əqrəb bürcü. İxtiyarınızda olan bu həftə sizə sürprizlər bəxş edəcək. Qarşılıqlı münasibətlərdə müəyyən gərginlik müşahidə olunsa da, bu ümumi iş prinsipinə mane olmayacaq. Ələlxüsus da ayın 5-dən sonra karyeranızda yüksəliş baş qaldıracaq. Bazar gününü səyahət və gəzintilərə həsr edin ki, sonraki müddət üçün enerji toplaya biləsiniz. İyunun 8-də büdcənizdə artım da gözlənilir. Ox atan bürcü.
Əgər səhhətinizin qayğısına qala bilsəniz, həftə boyu heç bir narahatçılığınız olmayacaq. İyunun 6-sı istisna olunmaqla bu ərəfədə işgüzar əlaqələri genişləndirə biləcəksiniz. Hətta iş üslubunda əsaslı dəyişikliklər etmək üçün uğurlu vaxtdır. Ayın 7-sində fəaliyyətlə bağlı sürprizlərin şahidi olacaqsınız. Oğlaq bürcü. Hər xırda məsələni də dəfələrlə ölçüb biçməlisiniz. Əks təqdirdə rastlaşdığınız hadisələr uzun müddətli baş ağrınıza səbəb olacaq. Ulduzlar həftənin bütün günlərində ehtiyatlılıq nümayiş etdirməyinizi tövsiyə edir. Yalnız iyunun 6-sında xırda uğurlarınız mümkündür. Yaşca özünüzdən böyük olanlara qulaq asın. Davranışlarda dilacıllıq etməyin. Su tökən bürcü. İxtiyarınızda olan həftə ərzində yeganə probleminiz pulla bağlı ola bilər. Bunu nəzərə alıb şəxsi büdcənizi lazımsız məsrəflərə xərcləməməlisiniz. Qalan məsələlərdə isə cərəyan edən situasiyalar zövqünüzə uyğun olacaq. Ulduzların düzümü ayın 6-sından etibarən yeni iş təklifləri alacağınızdan xəbər verir. Sevgi münasibətlərində isə soyuqluq göstərməyin. Balıqlar bürcü. Rəqiblərinizlə baş-başa gələ bilərsiniz. Əgər tədbirli olmasanız, vəziyyət siz yanınıza işləyəcək. Tək əldən səs çıxmadığını nəzərə alıb müttəfiqlərinizi dəqiqləşdirməlisiniz. Göy qübbəsi yaxın ətrafınız tərəfindən aldadılma ehtimalınız olduğunu da bildirir, buna hazır olun. Pulla bağlı problemləriniz yalnız ayın 5-dən etibarən qaydasına düşəcək. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.